Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullahi və barakatuh. Dəyərli müsəlman qardaş və bacılarımız. Fikir verirsinizsə, son zamanlar ölkədə bu İslam düşmənləri yaman dilə gəliblər. Düzdür, belə parazitlər həmişə olub və olacaqdır. Küçədə bacada anamıza, bacımıza bir söz deyən olsa, hansımız onun cavabını vermərik? Şübhəsiz ki, o həssasiyyətin qat-qat artıqını biz dinimizə göstərməliyik. Bu yaxınlardakı verilişlərinin birində aparıcı Kamran əsərini yenə öz türkçülük, yəni irqçilik zəhərini cəmaata yayarkən, bu dəfə də Allah Rəsuluna sallallahu aleyhi və səlləm qarşı təbirincə desək, ağzının qatığını dağıdıb. Sözün açığı bu görüntüləri biraz gez görmüşəm, yoxsa bu zındığın cavabını həmən verərdim. İndi isə görə bu şəddəli kafir nə deyir? Özünə türk desə, sadəcə özünə türk deməklə fikir verin, formalayın. Baxın, Bilge Xaqanın dahiliyinə. Bizim liderimiz odur. Ərəbcə zəvzəyən kimsə deyil, odur. Ərəbcə zəvzəyən kimsə deyil, odur. Ərəbcə zəvzəyən kimsə deyil, odur. Bilirsən nə var Kamran, əgər zəvzəmək bir mərifətlisə, inan ki, onu səndən yaxşı bacaran yoxdur. Çıxırsan efirə, iki sözündən biri Turandır. İşin gücün o irqçi ideologiyanla cəmaatı zəhərləməkdir. Yeri gəlində heç qram elmin olmayan din haqqında da ağzına nə gəldi deyirsən. Nə bilim, hamının içində Tanrı yaşayırmış. Sən bu boş boğazlığınla hələ bir utanmadan Allah Rəsuluna mı dil uzadırsan, alçaq? Gah Turan-Muran deyirsən, gah bizim Peyğəmbərimizə dil uzadırsan, gah deyirsən, yeri gəlmişkən Ramazan bayramımızı da təbrik edirəm, gah da Qurandan ayə gətirirsən. Sən nə cins bir münafiqsən? Bu nə pəhriz, bu nə turşu? Sənin məqsədin nədir ümumiyyətdə? İslamı tenqrisiliklə harmoniya etmək filan niyyətindəsən? Sən bilirsən ki, Azərbaycanda bəzi insanların özünə öndər götürdüyü şəxslər var. Hansı ki, o şəxslərə nəsə deyən olsa, o adamı ya döyürlər, ya bıçaqlayırlar, hətta bəlkə də öldürürlər. Hətta Avropada belə Peyğəmbərimizə sallallahu aleyhi və səlləm edilən təhqirlərin nəticəsi nə olur, görürük. O ki, qaldı sən müsəlmanların yaşadığı bu torpaqlarda onların ən böyük öndərinə belə alçaqcasına dil uzadırsan. Sən heç fikirləşmirsən ki, bu dediyin sənin başına nələr açar? Tenqritçisən, turancısan, türkçüsən, nə sən özün bilərsən, istədiyin kimi yaşa. Nə bilim, özünə Bilge Xaqanı lider götürmürsən, kimi götürürsən götür. Amma onu bil ki, bizim liderimiz tenqritçi bir müşrik ola bilməz. Bizim liderimiz insanlığın zirvəsi olan Muhammed Mustafadır sallallahu aleyhi və səlləm və bu heç vaxt dəyişməyəcək. Biz deyəndə təkcə Azərbaycandakı müsəlmanları nəzərdə tutmuram. Hal-hazırda bu ümmət nə qədər zillətdə olsa da 14 əsrdir olduğu kimi elə bugün də Peyğəmbərinin sallallahu aleyhi və səlləm sünnəsini təbirincə desək hərbi intizam kimi yerinə gətirən müsəlmanlar hələ də var. Ağıllı ol, həddini bil. Sözümü Hicr surəsindən olan bu 4 ayə ilə yekunlaşdırıram. فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ عَمَّا كَانُوا يَعْمَلُونَ فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ Velhamdülillahi Rabbil alemin.